Biz bugün əziz tamaşaçılarımız Ehtiram Hüseynovu dəvət edirik. Ehtiram bəy, buyurun. Təşəkkür edirik gəlişinizdən dolayı. Bəli, bugün bu ifadan sonra mütləq əziz tamaşaçılarımız ustad dərsi keçəcəyik biz. Yaxşı, mən də bir xeyli suallarımız olacaq həm söhbətimizə. Buyurun, necəsiz? Siz necəsiz Ehtiram? Çox sağ olun. Mən də əvvəla dinləyicilərimizi, tamaşaçılarımızı salamlayıram və Canan müəllimi salamlayıram. Sabahınız xeyir olsun, sizi salamlayıram. Təşəkkür ederim. Və doğrudan da mənim üçün də bu gün çox sevindirici bir gündür ki, müəllimimlə, ilk Muğam müəllimimlə və Doğma televiziyamızın gözəl ovqat verilişində sizinlə bir yerdəyəm və Canan müəllimlə bir yerdəyəm. Təşəkkür edirəm dəvətinizə görə. Canan müəllimə də uzun ömür, can sağlığı arz edirəm. Arz edirəm ki, həmişə var olsun, həmişə Allah can sağlığı versin. Biz də baxaq, fəxr edək. Təşəkkür edirik. Ehtiram, ümumiyyətlə, tələbələr arasında belə bir seçim eləyirdi. Məsələn, Ehtiram, sən bu muğamı daha çox oxu, Babək, sən bunu oxu. Belə var, yoxsa elə hamısına eyni gözlə yox, bilirsiniz, Allah Teala bunlara belə istidad verib ki və ağıl verib ki, bunların ifasında şəxsən mənim üçün muğamın ögey doğmalığı yoxdur. Yoxdur, aha. Hə, bunlara amma da biraz səs tembrinə uyğunlaşma falan bunlar var da, Canan müəllim. İmtihası budur ki, elə bu saat xanəndələrimiz var ki, onların səslərinin tərkibində melodik axın o qədər güclüdür ki, orada onlar, orta mahur onların səsində mən istədiyim kimi alınmaz. Aydın. Məsələn, siz Ehtiramda nəyi daha çox bəyənirsiniz dinləməyi? Humayun, Seygah, Şur. Nə gözəl. Ehtiram bəy, bu üçündən biri olacaq. Yoxsa? Dilkeş. Ehtiram bəy, dinləyirik sizi. Buyurun, zəhmət olmasa. Bir dilkeş dinləyəcəyik sizdən. Buyurun. Başım axır ürəyimdən bir şəlalə şəkildə Sevin Süleyman əlində cananın Olman olan reyndir bir piyalə şəkildə
gördükdə lal eylər məni. Surəti halım görən surət xəyal eylər məni. Mehri salmazsən mənə, rəhm eyləməzsən bunca kim. Sayət ey sevdayı zülfün paymal eylər məni. Zəfi tale mane-i tevfik olur hər necə kim. İltifatın arzuməndi visal eylər məni. Ey Füzuli, qılmazam tərki təriqi eşqi kim. Bu fəzilət daxili əhli kəmal eylər məni. Sevgilim məzdi sən gəl çünki məhəbbət dəmidir. Sevgilim məzdi sən gəl çünki məhəbbət dəmidir. Görkəmin incə gözəl, nazlı gəlin görkəmidir. Gül danış, rəqs eləməzdi sən can gəlsin qoy. Məzdi sən can gəlsin qoy. Hər sözün, hər baxışın aşıqa can mərhəmidir. Könüldə min qəmin vardır ki, pünhan eyləmək olmaz. Bu həm bir qəmi ki, el tənindən əfqan eyləmək olmaz. Nə müşkül dərd olursa, bulunur aləmdə dərmanı. Nə müşkül dərd imiş eşkin ki, dərman eyləmək olmaz. Fəna mülkünə çox əzm etmə ey dil, çəkmə zəhmət kim. Bu tədbir ilə dəf-i dərd-i hicran eyləmək olmaz. Saqın, saqın könlüm yıxarsan, pəndidən dən vurma ey nasir. Həvai nəfs ilə bir mülkü viran eyləmək olmaz. Bilirəm mən bu həyat dalğalı bir dəryadır. Bilirəm mən bu həyat dalğalı bir dəryadır. Aman
gel çünkü bir alemdeki mey bülbülün gözyaşıdır ya gözde gülün şebnemidir Bahçamıza geldi bahar, yaşlı terim serdi bahar. Bahçamıza geldi bahar, yaşlı terim serdi bahar. Gel dedim, gelmedi yar, gelmedi yar. Gel dedim, gelmedi yar, gelmedi yar. Dünyadan sana yar, yüreğimi alsana yar. Təşəkkür edirik. Çox sağ olun Ehtiram bəy. Çox sağ olun Firuz müəllim. Bu heyət nə gözəl oxudunuz, nə gözəl ifa elədiniz. Ürəyimizə toxundunuz. Bu mahnı Canan müəllimin çox sevdiyi mahnılardan biridir. Bəli, mən siz də bugün mənim yadımdadır. müəllimizə hədiyyə etmiş 97-ci ildə ilk dəfə biz Canan müəllimin dərsinə gələndə Asaf Hüseynali indiki musiqi kollecində ya birinci ya ikinci ilk öyrətdiyi həm mahnı kimi, həm təsnif kimi, yəni muğamların arasında. Proqram əsasında mahnı janrı, bəstəkar mahnıları, xalq mahnıları, təsniflər və muğamlar. Aydındır. Aydındır. Çox sağ olun Ehtiram. Minnətdarlıq edirik. Sizi yenidən Ovqatda görmək, eşitmək arzusuyla ayrılırıq sizdən. Çox sağ olun. Bəli, əziz tamaşaçılarımız, Ehtiram bəyin ifasına qüvvət olaraq muğamda gözəl bir fikir işlətdi. Sevgili məclisə gəl, çünki